Hörmətli müəllimlər, hörmətli müdavimlər və hörmətli abituriyentlər. Bugün mən Gülər Müzəffərova sizlər üçün Qədim Misir, Ehramlar ölkəsi mövzusunu izah edəcəm. Mövzunu daha yaxşı yadımıza saxlamaq üçün bir neçə açar kəlmələr seçmişəm. Nilin tövfəsi, qara torpaq, qızılı çox olan ölkə, nomlar və yaxud vilayətlər, Misir fironları, Misirdə elm, təqvim, ticarət və din kəlmələridir. Bildiyiniz kimi Misir Afrikanın şimal-şərqində Nil vadisində yerləşir və dünyanın ən uzun çayı olan Nil Misirin cənubundan şimalına doğru axaraq Aralıq dənizinə tökülür. Çay gətirdiyi lil onun hər iki tərəfinə yayılır və bu ərazini münbitləşdirirdi. İnsanlar bu münbit torpaqlarda bitkilər əkirdilər və buna görə də ən çox əkinçi ilə məşğul idilər və bu torpaqda əkilmiş hər buğda dənəsi 40-50 dəfə daha artıq məhsul verirdi. Misirlilər qamış qarışdırılmış gildən bəndlər çəkirdilər, çayın ətrafında torpağı ayrı-ayrı sahələrə bölüb əkin yerlərini artırmağa çalışırdılar. Nil çayından uzaqda olan əkin sahələri var idi və təbii ki, bu əkin sahələrini suvarmaq lazım gəlirdi. Buna görə də suyun çatmadığı hündür yerləri Şaduf adlanan qurğunun köməyi ilə suvarırdılar. Nəticədə getdikcə əhali arasında təbəqələşmə baş verirdi. Görüləcək işləri təşkil edə bilən, idarəçilik qabiliyyəti olan insanlar başçılara çevrilirdilər. İcma daxilində, şəhərlərdə qayda qanunları müəyyən edən ağsaqqallar və tayfa başçıları idarəçilikdə möhkəmlənərək yavaş-yavaş hakimiyyəti ələ alırdılar. Beləliklə, şəhərlərin meydana gəldiyi, idarə sisteminin və hakimiyyətin formalaşdığı ərazilərdə xırda dövlətlər yaranmağa başladı. İlk vaxtlar Nil çayının ətrafında 40-a yaxın bu cür kiçik dövlətlər vardı. Bu dövlətlər öz aralarında suvarma kanalları, otlaq sahələri, əkin sahələri uğrunda mübarizələr aparır, güclü dövlətlər zəifləri öz tərkiblərində birləşdirirdilər. Beləliklə, getdikcə dövlətlərin sayı azalırdı. Eradan əvvəl 4-cü minilliyin ikinci yarısında Nil çayının ətrafında artıq cəmi 2 güclü dövlət qalmışdır. Yuxarı Cənubi Misir və aşağı Şimali Misir padşahlığı. Bu iki dövlət Misiri öz hakimiyyətləri altında vahid şəkildə birləşdirmək uğrunda uzun müddət mübarizə apardılar. Eradan əvvəl 4-cü minilliyin sonunda Yuxarı Misir qalib gələrək ölkəni vahid şəkildə birləşdirdi. Ölkənin paytaxtı isə Memfis şəhəri oldu. Misir dövlətinin başçısı, böyük ev, hökmdarın sarayı mənasını verən Firon adlandı. Sonralar Firon sözü hökmdarı ifadə etməyə başladı. Firon, Tanrının yer üzərindəki təmsilçisi olaraq insanların, torpaqların və bütün əmlakın sahibi hesab edilirdi. Onlara hakimiyyətin Tanrı tərəfindən verilməsi iddia edilirdi. Firon həm də baş komandan idi. Hakimiyyət atadan oğula, yaxud da qardaşdan qardaşa irsi keçirdi. Firon qanunlar verir, qaydaları müəyyənləşdirir, ölkəni idarə etmək üçün canişin və məmurları təyin edirdi. Onun ən yaxın köməkçisi adətə öz oğullarından yaxud qardaşlarından təyin etmiş olduğu Çati adlı baş məmur idi ki, bu ali məmur vəzifəsi bir çox məsələləri öz əlində cəmləyirdi. Misirdə digər vəzifələri icra etmək üçün məmurlar təyin edilirdi. Məmurlar yazmağı və oxumağı bilən şəxslər arasından seçilirdi. Çünki onlar əkin sahələrinin ölçülməsini, vergilərin toplanmasını, hüquqi məsələləri və ordu ilə bağlı müəyyən işlərə rəhbərlik edirdilər. Misir cəmiyyətində önəmli yer tutan təbəqələrdən biri də dini işlərə nəzarət edən kahinlər idi. Əhalinin böyük bir hissəsi isə kəndlilər təşkil edirdi və digər bir hissəsi sənətkar və tacirlərdən ibarət idi. Misirdə müharibələr zamanı xarici ölkələrdən böyük kütləvi qullar gətirirdilər. Lakin qullar Misirdə iqtisadi əhəmiyyət daşımırdılar. Əmlakın və torpağın sahibi dövlət idi. Yəni, hər şey əslində dövlətə məxsus idi. Misiri idarə edən, qeyri-məhdud hakimiyyətə malik olan fironlar ən çox özlərinin yaxşı silahlanmış, təlim görmüş ordusuna arxalanırdı.
Misirin birləşdirilməsindən sonra Fironlar dövlətin ərazisini genişləndirmək üçün hərbi yürüşlər təşkil edirdilər. Eradan əvvəl 2-ci minillikdə Misir özünün ən qüdrətli dövrünə çatdı. Firon 1-ci Tutmosun hakimiyyəti dövründə Fələstin, Suriya işğal edildi. Misir dövlətinin şimal sərhədləri ilk dəfə Fərat çayına qədər çatdı. Cənubda isə qızılı çox gətirdikləri, qızıl ticarəti etdikləri Nubiya tabe edildi. 1-ci Tutmosun nəvəsi 3-cü Tutmosun dövründə Aralıq dənizinin şərq sahillərində Ön Asiyada yerləşən Suriya, Fələstin və Finikiya işğal edilib Misirə birləşdirildi və Suriyanı eyni zamanda Fələstini idarə etmək üçün canişinlər təyin edildi. 3-cü Tutmosdan sonra Misirin Ön Asiyadakı mövqeyi zəifləməyə başladı. Eradan əvvəl 13-cü əsrdə 2-ci Ramzes hakimiyyətə gəldi. O, Misirin əvvəlki qüdrətini bərpa etmək üçün yürüşlərə başladı. Afrikada Misir hakimiyyətinə qarşı qalxan üsyan və hücumlar yatırdıqdan sonra Ön Asiya üzərinə hücuma keçdi. Burada güclü Het padşahlığıyla toqquşmalı oldu. Hər iki dövləti müharibədə əsas zərbə qüvvəsi kimi döyüş arabalarından istifadə edirdi. Müharibə böyük itkilərə gətirib çıxartdı. Sonda sülh müqaviləsinin bağlanması ilə nəticələndi. Müqaviləyə əsasən Fələstin, Finikiya Misirin hakimiyyəti altında qaldı. Suriya isə iki dövlət arasında bölüşdürüldü. Suriyanın cənubu Misirin, şimali Suriya isə Hetlərə çatdı. Eyni zamanda tərəflər razılığa gəldilər ki, başqa dövlətlərə qarşı müharibədə bir-birlərinə kömək etsinlər. Bu müqavilə Kadeş müqaviləsi adlanır və tarixdə ilk yazılı sülh müqaviləsidir. Müqavilə nəticəsində uzun müddət sülh şəraiti bərpa edildi. Nəticə olaraq Misir iqtisadi cəhətdən gücləndi. Bu isə 2-ci Ramzesin quruculuq işləri aparmasına gətirib çıxartdı. Lakin 2-ci Ramzesin ölümündən sonra Misir dövləti zəifləməyə doğru gedirdi. Misirin zəifləmə səbəbləri hakimiyyət uğrunda mübarizə, məmurların özbaşınalığı, sülalələrin tez-tez dəyişməsi və nəticədə Əhəməni hökmdarı 2-ci Kambiz Eradan əvvəl 525-ci ildə Misirdə Pelusiya döyüşündə qalib gəldi və beləliklə Misir Fironu adını alan ilk yadelli oldu. Pelusiyanı Misirin mühürü adlandırırlar, çünki Pelusiyanın işğalı Misirin tutulması deməyidir, işğalını tamamlamaq deməyidir. Eradan əvvəl 4-cü minillikdə Misirdə yazı yarandı. Bir çox xalqlarda, eyni zamanda Şumerlərdə olduğu kimi, Misirdə də ilk növbədə yazı əşyanın şəklinin çəkilməsi ilə başlamışdı. Sonralar şəkil yazılar işarələrlə, yəni heroqliflərlə əvəz olunmağa başladı. Bəzi alimlər hesab edirlər ki, Misir heroqlifləri Mesopotamiyadan alınmış ola bilər həm də. Misir heroqlifləri 1822-ci ildə Fransız alimi Jean Champollion tərəfindən oxunmağa başlanılır. Eradan əvvəl 3-cü minillikdə Misir memarlığında böyük bir inkişaf baş verir. Fironların məzarlarının üzərində ehramlar inşa etməyə başlayırlar. İlk pilləkən formalı piramida Firon Djoserə məxsusdur. Ən böyük piramida isə Firon Xeopsun piramidasıdır, hansı ki, dünyanın 7 möcüzəsindən biri hesab edilir. Eyni zamanda piramidaların qarşısında bütöv bir qayadan yonulmuş böyük sfinks heykəli ucaldılırdı. Misirlilər böyük sfinksi dəhşətlər atası adlandırırdılar. Onlar Fironların ruhlarının quruduğuna inanırdılar. Eyni zamanda Misirlilər, Misir memarlığına xas olan biri də Fironların şərəfinə ucaldılan obelisk adlanan sütunlardır, hansı ki, Misir inancına görə Fironların ruhları bu tikili vasitəsilə başqa dünyaya gedir. Hal-hazırda obelisk formalı sütunlara Avropanın paytaxt şəhərlərində də rast gəlmək mümkündür. Misirdə ən savadlı insanlar, kahinlər, məmurlar, dəftərxana işçiləri, yəni mirzələr idi. Vergilərin miqdarını, dövlətin gəlirini, xərclərini hesablamaqdan ötürü bilik tələb olunurdu. Buna görə də təhsil almadan bunları etmək mümkün deyildi. Ölkədə təhsil məbədlərin tərkibindəki xüsusi məktəblərdə aparılır, təcrübəli kahinlər və dəftərxana işçiləri müəllimlik edirdilər. Belə məktəb məbədlərdə əsasən adlı sanlı və imkanlı insanların evladları oxuyurdu. Onlar ilk növbədə heroqlif yazıları öyrənir, hesab, həndəsə elmi öyrədilirdi. Qızlar isə yüngül proqramla hazırlaşır, musiqi, rəqs və evdarlığı öyrənirdilər.
Misirlilər yazıya olduqca önəm verirdilər və zaman keçdikcə şəkilli yazılar işarələrlə əvəz olunmağa başlayır. Misirlilər yazıya önəm verir və onu hieroglif, yəni müqəddəs işarə adlandırırlar, hansı ki Misirdə 700 və 750 aralığında belə müqəddəs işarədən istifadə edirdilər. Yazılar daş, ağac, dəri, papirus üzərində yazılırdı. Lakin Misirdə papirus bahalı material idi, çünki ondan yazıdan başqa qayıqların düzəldilməsi istifadə edilirdi. Buna görə də papirus vərəqlərin baha olması səbəbindən uşaqlar məktəblərdə üzərinə mum çəkilmiş lövhələrin yaxud da hamar daş və qab qırıqlarının üzərində yazırdılar. Yazmaq üçün Misir uşaqları qamış qələmlərdən, xüsusi mürəkkəbdən istifadə edirdi. Pis oxuyan, nadinci edən uşaqlar isə cəzalandırılırdı. Əlbəttə, həndəsəni bilmədən piramida, məbədlər tikmək, həcm sahəni hesablamaq mümkün deyildi. Ona görə də məbəd məktəblərdə həndəsə əsas fən idi. Hələ o vaxt Misirlilər həndəsi fiqurların, üçbucaq, dairə və trapesiyanın sahələrini hesablamağı bacarırdılar. Onlar bizim bugün də istifadə etdiyimiz rəqəmləri bilməsələr də, onluq hesablama sistemindən istifadə etməyi bacarırdılar. Qədim Misirdə hər bir rəqəm üçün ayrıca işarə mövcud idi. Misirdə təsərrüfat təbii ki, Nilin daşmasından asılı idi. Buna görə də dövlət hər zaman Nil daşqınlarını öz nəzarətində saxlayırdı. Bənd kanallar hazırlamaq üçün daşqının vaxtını dəqiq bilmək lazım idi. Misirli alimlər bu daşqınların vaxtını ulduzları müşahidə etməklə öyrənirdilər. Daşqın zamanı göydə ulduzların eyni mövqedə olması müəyyən etdilər. Beləliklə, astronomiya elminə aid biliklər yarandı. Kahin, alimlər ulduzlu göyün xəritəsini tərtib etdilər. Astronomiya ilə məşğul olan alimlər Nildə baş verən daşqından digərinə qədər olan zaman hesablayaraq təqvim yaratdılar. Misir təqvimi 12 aya bölünürdü, yəni 365 günə. Hər ay 30 gündən ibarət idi, ilin sonuna 5 gün əlavə edib, həmin günləri, o 5 günü bayram edirdilər. Misirlilər həmçinin günəş və su saatlarından istifadə edirdilər və onlar günəşin, ayın tutulmaları vaxtını öncədən daha dəqiq bilirdilər. Qədim Misirlilər çox tanrılığa inanır, yaxud da bütpərəstliyə sitayiş edirdilər. Onların bir çoxlarının evində daşdan, ağacdan düzəldilmiş heykəllər qoyulurdu. Onlar tanrıları quş, yaxud heyvan başlı insan bədənini təsvir edirdilər. Baş tanrı sayılan Amon, Fironun havadarı, tanrıların hökmdarı hesab edilirdi. Misirdə yaradıcı tanrı isə Ra, günəş tanrısı hesab edilirdi. Misirdə həmçinin təbabət də geniş inkişaf eləmişdi. Həkimlər xəstəliyi təyin etmək üçün insanların nəbzini dinləyirlər, müxtəlif bitkilərdən dərman vasitələri kimi istifadə edirlər, hətta mürəkkəb cərrahi əməliyyatlar aparır, göz, diş, digər xəstəlikləri müalicə edib sağalda bilirdilər. Misirin mədəniyyətində mumyalanma çox geniş yayılmışdı. Misir inancına görə insanların bədəni bütöv qaldıqca o yaşayır. Buna görə də vəfat etmiş adamın bədənini olduğu kimi saxlamağa çalışırdılar. Belə ki, ölülərin bədənində duzlu maddələr, məhlullar sürtür, qatran və duz hopdurulmuş tənziflə sarıyırlar. Belə dəfn adətləri mumyalanma adlandırılır. Misirdə incəsənət geniş inkişaf etmişdi və bu sahədə əsas yeri heykəltaraşlıq, rəssamlıq tuturdu. Məbəd məqbərələrə rəngli boyalarla çəkilən rəsmlər, ucaldılmış heykəllər Misir sənətkarlığının yüksək səviyyəsindən xəbər verir. Rəsm və heykəllərin əksəriyyəti tanrıları və fironları əks etdirirdi. Fironların daş və qranitdən heykəllərini hazırlayan heykəltaraşlar onların əzəmətli görüntüsünə çalışırdılar. İri daş heykəllərlə yanaşı ustalar ağacdan kiçik fiqurlar da düzəldirdilər. Əlbəttə, Misir olduqca əzəmətli bir, həm də əzəməti ilə insanları hal-hazırda da heyran etməyə davam edir. Ümid edirəm, mövzunun izahı sizin üçün maraqlı olar. Təşəkkür edirəm, sağ olun.